içmək, daha doğrusu qəhvə stəkanı içmək okeydir. Ancaq bundan çox və davamlı şəkildə istifadə etsək, bu da bizim ruh halımızın, həmçinin də beynimizdə diqqətimizin sürətli şəkildə dalğalanmasına, səbirsizliyimizə gətirib çıxara bilər. Enerji içkiləri isə başdan başa problemdir. Həm ürək üçün olan ziyanları bir yana, digər tərəfdən də diqqətimizin dağılmasında içindəki yüksək miqdarda kofein və şəkər miqdarı rol oynayır. Hər nə qədər sıfır şəkər adı altında satılan enerji içkiləri olsa da əmin olun ki, o sıfır şəkərlər də məsum deyillər. Və növbəti nüans isə ondan ibarətdir ki, yüksək kalorlu qidalar, yəni yüksək yağ ehtiva eləyənlər. Təbii ki, mən burada quyruq yağından danışmıram. İşlənmiş yağlar, mənşəyi məlum olmayan yağlardan söhbət gedir ki, məhz bu qida maddələrini çox uzun müddətə və davamlı tətbiq edilməsi də bir çox metabolik problem kimi həmçinin beynimizdə də metabolik proseslərin pozulmasına